Sumqayıt şəhərinin və ilk növbədə Mehdi Hüseynzadə adına stadionun ümumi görüntüsünü görürsünüz ekranlarınızda. Maksimum şəkildə yayımı rəngarəng etmək üçün biz hər cür imkanımızı səfərbər etmişik telekanal olaraq və ümid edirəm ki, siz artıq bu dəqiqələr ərzində buna qədər açılış mərasimini izləyərkən artıq maksimum zövq almağı bacardınız. Azarkeşlər də ilk performanslarını nümayiş etdirdilər. İndi artıq səsli şəkildə dəstək verməyə başlayıblar tribunalarda. Futbolçulara da istənilən halda ab-hava, bu atmosfer çox böyük təsir göstərir. Dəfələrlə futbolçuların öz dillərindən bunu eşitmişik və şübhə yoxdur ki, onlar bugün ən yüksək motivasiya ilə çıxış edəcəklər. İnqilab Məmmədov saatına baxır artıq. İşarə verildi və bu final maçı start götürdü. Qarabağ Sabah oyunu. Azərbaycan Kuboku 2024-2025-ci illər mövsümünün son matçı. Ev tapşırığı. Anatoliy Nuriyevin ötürməsi qapı önünə. Başla zərbə Nogueira'dan dəqiqə alınmır. Qüvvətli. Anatoliy Nuriyev səhvə yol verdi. Koxanski Xəyal Əliyev. Xəyalın zərbəsi alınmır. Son anda ona təzyiq göstərməyə bacardı burada Bəhlul Mustafazadə. Azərbaycan Kubokunun final matçı. Hələ ki hesab açılmayıb. Elvin Cəfərquliyev topu qəbul edir. Başını qaldırır, baxır. Ötürmə Kadzi istiqaməti. Kadzinin zərbəsi və Pokatilov. İlk dəqiq zərbə bu maçda Kadzi Borges'dan gəldi. Amma Pokatilov səhvə yol vermədi Qazaxstanlı qalkiber. Öndə Bəhlulova 8-ika cərməcisi yaxınlaşır. 8-ika soluna çəkdi. Ötürmə verir qapı qarşısına. Xəyal Əliyev başını qaldırdı. Ayaq saxladı. Xəyal ləngidi. Yerə yıxıldı və Benziyə topu aldı ondan. Əslində top elə Xəyal Əliyevin öz ayağından uzaqlaşdı. Dabanı ilə istəmədən topa toxunuş etdi. Daha sonra isə toqquşma oldu futbolçular arasında. Və hətta bəli, Xəyal Əliyevin ayağını tapdaladığını görürük, yəni Yasin Benziyanın. Xəyal Əliyev və Benziyanın mübarizəsi topu uzaqlaşdır bu nöqtədən və Benziya sanki Xəyal Əliyevin ayağını tapdalayır. Görək hansı qiyməti bu epizoda İnqilab Məmmədov verəcək. Futbolçunun uzaqlaşmasını istəyir. Və nöqtəyə göstərir İnqilab Məmmədov. Qarabağın qapısına penalti təyin olunur 34-cü dəqiqədə. Şafranko. Şafranko topa yaxınlaşır. Zərbəsi və gol! Sabah hesabı açdı. Pavel Şafranko penalti zərbəsi dəqiq yerinə yetirdi 36-cı dəqiqədə. Çox soyuqqanlı şəkildə Slovakiyalı forvard yerlə topu özündən sol küncə göndərdi. Top düz dirəyin yanına göndərilmişdi və burada Koxanski'nin artıq şansı yox idi. Şafranko final oyununun ilk qolunun müəllifi olur. Sabahın hələ ki A planı öz işini görür. Müdafiədə maksimum şəkildə ehtiyatlı oynadılar. İlk dəqiqələrində daha çox müdafiə olurdular. Hər imkanda hücuma atılmağa çalışırdılar sürətli şəkildə və nəticədə belə sürətli hücumların birində penalti vurma imkanı əldə etdilər və bu penaltinə hesabı açdılar. Etməyək Kadzinin ötürməsi Leandro'ya təhlükəli ola bilərdi, amma Leandro topu qəbul edə bilmədi və geri yıxılıb Andrade. Və çox güman ki, bizim oyunda növbətdə penalti təyin olunacaq. Məncə, burada çox da şübhə etmədən, tərəddüd etmədən bunu söyləyə bilərik. Ayaz Quliyev topa düşə bilmədi, ehtiyatsız davrandı və Nəriman Xunzadənin ayağını tapdaladı. Ayaz Quliyevin Nəriman Xunzadənin ayağını tapdaladığı bir mənalıdır. Burada hansı bir şübhə yoxdur. Sadəcə Ayazın topa toxunub toxunmaması müzakirə mövzusu ola bilər. Toxunuş var, açığı ilk baxışdan, ilk rakursdan toxunmadığını düşünmüşdüm, amma bu rakursdan toxunduğunu görürük. Məmmədov işarəsi və daha bir penalti. Bu dəfə Sabahın qapısına penalti təyin olunur. Toral Bayramovun zərbəsi və Stas Pokatilov topu çıxarır. Sabahın qapısı bu penaltiden sonra komandasını xilas edir. Nələr baş verir? Kubokun final maçının ilk hissəsində 2 penalti izləmişik. Toral Bayramovun zərbəsi də gəlin itiraf edək o qədər də yaxşı alınmamışdı. Həm nöqtə olaraq topun göndərildiyi nöqtə, həm də ki zərbənin qüvvəti lazım səviyyədə deyildi. Final həyəcanı deyə bilərikmi buna? Yəqin ki belədir. Leandro çevrildi. Kadzi ile paslaştı. Leandro Andrade. Zubir. Kadzi!
9'luqda Qarabağ ilk isə əlavə olmuş dəqiqələrdə hesabı bərabərləşdirməyə nail oldu. Gözəl kombinasiya, gözəl hücum, gözəl zərbə və yenə də Kadzi. Bu hücumun təkrarını izləməyə dəyər. Leandro Andrade bu epizodda çətin vəziyyətdə topu saxladı. Kadzi ötürdü. Kadzi topu Leandro'ya saxladı, qaytardı. Zubir ilə paslaşdı Leandro və Kadzi dərhal boş mövqeyə açıldı. Zubir onu gördü, tək toxunuşla onu saxladı. Kadzini isə 9'luğa göndərdi top sadəcə əsər idi həqiqətən də. Çox usta futbolçu, usta ayağı ilə çox gözəl qol mənif oldu. Burada Pakatilovun hər hansısa bir günahı yoxdur. Birbaşa Şafranko topu göndərir. Qabaqladılar onu. Qaydan top. Nuriyevin zərbəsi, rikoşet və Kohalski. Tirin üzərindən topu aşırtdı. Anatoliy Nuriyev. Sabah oyunculara ötürmə gəlir. Ön dirəyə başla zərbə. Daha bir zərbə və olmadı. Topu az fərqlə topdan, qapıdan aralı keçir. Suzeyev tapşırığını burada ustalıqla yerinə yetirdi. Sabah futbolçulara və Lepinitsə demək olar ki, heç kim burada mani olmurdu. Amma o bu şansı əldən verdi. Hətta son toxunuş Elvin Cəfərquliyevdən. Elvin Cəfərquliyev Qarabağın xilaskarı oldu. Və bəli, hətta gün zərbəsinin yerinə yetirməsinə burada vaxt vermir İnqilab Məmmədov və bu çox maraqlı, gərgin və hadisələrlə zəngin ilk hissənin final vaxtını səsləndirir. Əziz tamaşaçılar, Qarabağ azarkeşlərinin bəlkə də ən sevimli futbolçusu topa ilk toxunuşu edir. İkinci hissə başlayır. Toral. Öndə Rəhman. Toral çəkdi soluna. Zərbə indirir. Rikoşet növbəti dəfə və yenə də korner. 4-0 hesablı qələbəyə sevinmiş Şafranko istiqamətdə göndərilən top. Kohalski. Vaxtında qapısını tərk edir. Topu uzaqlaşdırır. Ofsaydı yoxdur. Nuriyev topundan mübarizə, yerə yıxılır Sabah futbolçusu və daha bir penalti Qarabağın qapısına təyin olunur. 54-cü dəqiqə. Yenə 11 metrlik nöqtəyə göstərdi İnqilab Məmmədov. Gəlin baxaq təkrara, out atışı. Sonrası qaydan top, Anatoliy Nuriyevin müdaxiləsi, topundan mübarizə və Sabah futbolçusu iki Qarabağ futbolçusu arasında qalan Sabah oyuncusu dəqiqləşdirəlir. Burada kimdir? Yerə yıxılır. Lepinitsadır bu. Bəhlul Mustafazadənin qaydanı pozduğunu iddia edir. Şafranko və Kohalski! İkinci qapçı seyvi izləyirik bu maçda penaltiden sonra. Nələr baş verir bu maçda? Nələr baş verir Kubokun finalında? 3 penalti, ikisi qola çevrilməyib. Tellurdan cərimə meydançası Şafranko! Kohalski düzgün mövqeyi seçmişdi və topu tutdu. Kadzi yerdə qalan Sabah futbolçusu var. Məhəl qoymur buna Qarabağ qapı qarşısına. Ötürmə və avtogol! 2-1! Qarabağ hesabda önə çıxır. Yonir Rasabay avtogol müəllifi oldu. Qarabağın təzyiqi, uzun müddət davam edən təzyiqi özü bəhrəsini verdi. Sabah eksizyon çıxmışdı. Sabah özü oyunu saxlamamışdı və daha sonra topu itirdikdən sonra öz qapısında gol gördü. Offside yoxdur bu ötürmədə. Burada isə heç bir şey ola bilməz. Kadzi Borges onu qazana bilmədi. Buna baxmayaraq komanda yoldaşları dəstək verdilər. Nəriman Xunzadə uzaqlaşdırır topunu. Geyra qaydan top. Zərbə olmadı. Zubir. Abdullah Zubir. Tellurdan irəli Namik Ələsgərov ötürmə Namik və Kohalskinin seyvi. Gözəl zərbə və gözəl seyv. Nogueira artıq hücumdadır, geriyə qayıtmır. Vincent Tiyil başını qaldırdı, ötürməsini verdi. Başla zərbə və gol! Karim Perez! 2-2! Bu oyun elə belə bitə bilməzdi. Bu oyunun sonluğu bize nəsəbət edirdi və bu baş verdi. Karim Perez hesabı bərabərləşdirdi. Bir neçə saniye önce hakkında negatif fikirler söyledi. Perez Sabahın qəhrəmanına çevrilir. 2-2, 93'e gel 7. dəqiqədə. Top tikisi Zubir'dən. Mikels, yaxşı bir şans Sabahda. Mikels! Oyunu öz üzerine götürdü, özü zərbə indirdi.
İleride çok hareketli olurdu ve hücum Sabah'tan Mikels, Behlul, Mikels'i qabaqladı ama səhvə yol verdi. Mikels! Kochanski bu düeldən qalib ayrılır. İşarə verildi. Kati Borges'in zərbəsi çox təhlükəli idi. Qaydan top. Taylor özünü çatdırdı. Umar Rahman arayı ara ötürməsi. Taylor! Sabah 3-2! Taylor Mütəllimov! Sabah 3-cü golunu vurdu. Taylor Mütəllimov oyunun en yaşlı anlar. 120-ci dəqiqədə bu golu vurdu. 120-ci dəqiqədə. 97'de gol vuran Sabah 120-ci dəqiqədə də gol vurur. Taylor Mütəllimov. Ve kırmızı vərəqət da burada gösterilir etirazlara göre Benzi'ye səhv etmirəmsə. Bəli, Benzi'ye sağda kırmızı vərəq aldı. Ve her də sakitləşməli bilmir Yasin Benzi'ye. Sabah futbolcuları ise bu golun sevincini yaşayırlar. Taylor Mütəllimov inanılmaz iyidir. Oyunun en yaxşısıdır artık. Bence artık eminlikle bunu söylemək olar. Buna kadar gösterdiği performansa göre artık en yaxşı sözünə layiq idi. 120-ci dəqiqədə gol vurmaq ise bu artık qəhrəmanlıq statusuna yiyələnmək deməkdir bu maçda. Və bitti. Sabah Qarabağ finalda 3-2 hesabı ilə məğlub edərək kubokun sahibi olur. Sabah tarixində ilk titulu kazanır. Sabah Avropa Ligasına yollanacaq. Vasili Biruzutski'nin yetirmələri bugün inanılmaz əzimkarlıq, iradə, xarakter göstərərək bu qələbəni koparttılar. Sabah klubunun futbolcuları qızıl medallarla təltif olunacaqlar. Dəfələrlə qızıl medallar kazanıp futbolcu kimi kariyerasında, məşqçi kimi ilk medalını kazandı ve galip olan ligamızda, daha doğrusu kubokumuzda galip olan 4-cü əcnəbi məşqçi oldu. Amin Seydiyev ümumən bugünkü Sabahın əsas qəhrəmanlarından biridir. Ama söhbət konkret bugündən gedirsə, bugünün qəhrəmanı bax bu şəxsdir, Taylor Mütəllimovdur. Bu Sabahın mövsüm ikinci yarısındaki performansında, yükselişinde ve kuboktaki qələbəsində pay sahibi olan daha bir futbolcu. Ve bu an yaxınlaşır. Kubok Amin Seydivin əlində ve Sabah tarixində o xüsusi an yaşandı. Klub tarixində ilk titulunu kazandı. Sabah 2024-2025 illər mövsümündə Azərbaycan Kubokunun galibi oldu.